Coğrafiya dəyişmir, coğrafiyanın mənası dəyişir. Prezident İlham Əliyevin Naxçıvana səfərinə yalnız növbəti regional səfər kimi baxsaq, məncə əsas məsələni gözdən qaçırmış olarıq. Bəli, yeni obyektlər açılır, yollar çəkilir, infrastruktur yenilənir, amma bu səfərdə daha böyük bir proses gedir. Naxçıvanın funksiyası dəyişir. Uzun illər Naxçıvan deyəndə ilk yada düşən sözlərdən biri blokada idi. Azərbaycanın əsas ərazisindən ayrı düşmüş bir coğrafiyadan biz danışırdıq. Buna baxmayaraq, Naxçıvan heç vaxt dövlət siyasətindən kənarda qalmamışdı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bir xətt var idi ki, Prezident İlham Əliyev dövründə də yeni infrastruktur layihələri, sosial və iqtisadi layihələr davam etdirildi. Yəni, bu xətt davam etdi. Amma indi məsələ yalnız Naxçıvanın blokada şəraitində inkişafını təmin etmək deyil. İndi həmin coğrafiyanın özünü üstünlüyə çevirmək imkanı yaranır və xəritəyə baxaq. Naxçıvan, Türkiyə, İran və Ermənistanla sərhəddir. Bir qədər miqyası böyüdəndə isə qarşımızda artıq Cənubi Qafqazdan daha böyük bir imkan açılır və yaranır. Çünki yolun əhəmiyyətini anlamaq üçün onun hardan başladığına yox, hara qədər davam edə biləcəyinə baxmaq lazımdır. Şərqdə Xəzərin o tayında Mərkəzi Asiya var. Azərbaycan var. Naxçıvandan qərbə çıxan Türkiyə var və onun arxasında isə Avropa var. Cənubda isə İran var. Deməli, Naxçıvana gələcək yol Naxçıvanda bitmir. Əsas dəyişiklik də elə budur. Çünki, baxın, yol gəlirsə yük gəlir. Yük gəlirsə logistika yaranır. Logistika isə ambar deməkdir, xidmət deməkdir, istehsal deməkdir, investisiya deməkdir. Və sabah bu enerji, eyni zamanda rəqəmsal kommunikasiya xətləri də əlavə olunarsa, Naxçıvan sadəcə yolun keçdiyi ərazi yox, yolların və iqtisadi maraqların kəsişdiyi bir məkana çevrilə bilər. Və bunun siyasi tərəfi də var. Kommunikasiyaların açılması Ermənistan üçün də seçim yaradır. Çünki bir növ regional iqtisadi əlaqələrin kənarda qalmasından biz danışırdıq Ermənistan deyəndə. İndi Ermənistan qarşısında bir seçim var. Kənarda qalmaq yoxsa bu yeni sistemin bir hissəsinə çevrilmək. Ona görə də Naxçıvanda baş verənləri Azərbaycan-Ermənistan sülh gündəliyindən də ayırmaq mümkün deyil. 2020-ci ildə Azərbaycan döyüş meydanında yeni reallıqlar yaratdı. İndi həmin reallıqların yolları çəkilir. Həmin reallıqların dəmir yolları qurulur, iqtisadi infrastrukturu formalaşır. Bəzən qələbənin davamı siyasi sənəd olur. Bəzən isə dəmir yolu olur, magistral olur, eyni zamanda logistika mərkəzləri olur, enerji olur. Naxçıvan xəritədə